bəlkə qeyri-İslami təşkilatlardır ki, onun birincisi, mən deyərdim ki, Həzi Akif müəllimin rəhbərlik elədiyi Qarabağ Azadlıq Qarabağ təşkilatıdır. Olduqca önəmli və diqqət olunmalı bir məsələdir ki, belə bir zamanda, belə bir vaxtda, belə bir addımlar atıla, heç nədən çəkinmədən də öz İslami kimliyini meydana qoya və açıq aydın da elan oluna iclaslar çağırılar, tədbirlər keçirilər İslam adı ilə. Bu çox sevindirici haldır, çox gözəl. Artıq dünyada böyük dəyişikliklər baş vermək ərəfəsindədir və bu dəyişikliklər artıq başlanılır. Mən deyərdim ki, bu dəyişikliklər mərhum İmam Xumeyninin hərəkatından başlanılır. Artıq dünyaya yenidən İslam qayıdır həqiqi mənada. Yenidən İslam öz sözünü deməyə, öz fikirlərini sərbəst formada elan eləmək məqamındadır və elan da eləyir və bu günləri İslam dini dünyanı fəth eləmək məqamındadır. Bu istiqamətdə böyük dünyada dəyişikliklər baş verməkdədir. Vaxt var idi, dünyanı iki qütbə bölüb, şərq və qərb, kommunist, bu cürlə düşüncələrlə və hamını öz istismarı altına alıb və öz fikirlərini yürüdüb, fikirlərini insanların, cəmiyyətlərin beynində formalaşdırmağa cəhd edirlərsə, artıq bu günləri üçüncü və ən ülvi, ən uca bir düşüncə meydançısı oldu, İslam düşüncəsidir. Bu günləri İslam həqiqi mənada dünyayı meydan oxuyur. Həqiqi mənada İslam insanlara və bəşəriyyətə düzgün yaşam tərzini başa salır. Peyğəmbər gətirmişdi bu qayda qanunu, amma İslam düşmənlərinin səyi nəticəsində və bəzi müsəlmanların qəfləti nəticəsində bunlar unuduldu. Müəyyən fitnə, fəsad, köhnə İngiliz siyasətinin nəticəsində tamamilə İslamı yekunlaşdırmışlar müəyyən bir meçidlərdə və xüsusi bir ibadət itaət həddində İslam deyəndə, mümin deyəndə, müsəlman deyəndə, yəni gündəlik 17 rəkət, yəni namaz qılan, əyilib düzələn, keç onu da öz evinin bir küncündə və yaxud da məscidinin bir küncündə bu ibadətlə məşğul, bu dünya, bu meydan, bu siyasət sənliyidir. Amma İmam Xümeyni cənabları bunu sübut elədi ki, həqiqi mənada elə dünyaya rəhbərlik eləyən həqiqi İslamçılar olmalıdır. Həqiqi İslam dünyaya rəhbərlik eləməlidir və bu İslamın bu rəhbərliyi eləmək İslamın gücü və iqtidarı vardır. Kifayət eləyər ki, İslam ümməti ayılar, İslam ümməti öz əslinə qeydib və öz əlində olan böyük xəzinəyə yiyə çıxar, sahib çıxar. Bilə ki, mənim köküm, mənim əslim, neslim İslamdır, dindir ki, onu Allah Teala, Ağa Resulullah'ın, Peyğəmbərimizin vasitəsilə bizim üçün, bizim saadətimiz üçün yollayır. Dünyaya müsəlmanlar həqiqi mənada ağalıq eləməlidir. Xalis İslamçı və məhz bu təhlillərin nəticəsindədir və bu inkişafın nəticəsindədir ki, İslam düşmənləri bunu başa düşüb dərk edir ki, İslam inkişaf eləməkdədir. İslam dünyaya rəhbərliyi eləmək ərəfəsindədir. İşit kimi xoşa gəlməyən napaç cəryanları İslam adı altında İslamı leşələmək üçün belə bir cəryanları çıxartıb və təşkil edir ta İslamı gözdən salır və İslamın bu inkişafatının qabağını almaq üçün. Amma bunlarla heç vaxt İslamın hərəkatını, İslam gedişatını bunlar əngəlləyə bilməyiblər və bilməyəcəklər. Artıq bu günləri hamının ovucu açılıb necə deyərlər, hamıya bəlli olub ki, bu işi hardan gəlir, bu işini kim maliyyələşdirir, kim meydana gətirir, bu hamıya bu günləri bəlli olub, məlum olub. Heç vaxt Yahudidən, Hristiyandan bizə dost olmayıb. Bu Allah Teala'mızın bizə buyurduğu vəddir ki, vələn tərza ənkəl Yahud vələl Məsih, hətta təttəbiən millətəhum.
Yahud və Məsihiyyət səndən heç vaxt razı qalmayacaq, heç vaxt səndən xoşu gəlməyəcək, o zamanı incən ki, sən onun yoluna düşəsən, o istədiyini eləyəsən. Nə qədər ki, sən öz pak əqidəndən, İslamçılığından, dinindən, Allahından üz döndərməmisənsə, onun dediyi istiqamətə qədəm götürməmisənsə, səndən heç vaxt bunlar razı qalmayacaqlar, heç vaxt bunlar səni qəbul eləməyəcəklər. İslam lazımdır, din lazımdır ki, bu yolla biz ancaq eləyə bildik ki, Qarabağımıza azad edək. Bu yolla biz eləyə bilərik ki, öz əlimizdən getmiş torpaqlarımıza sahib çıxaq və onu öz torpaqlarımıza yenə də qovuşduraq, qeytələk. Mümkün deyil başqa yolla. 25 ildən təxminən çoxdur ki, biz elə xristiyan, yahudun dalıyca qaçılır ki, nəsə bizə köməklik eləsinlər. Bunlardan sübut oldu, əməldə sübut oldu, mümkün olan işdir. Bu olmayacaq. Nə qədər ki, biz özümüz, öz əyağımız üstündə dayanmamışıqsa, öz Allahımıza, dinimizə, imanımıza arxalanmamışıqsa, bu həyata keçən işdir. Bu mümkündür. Gərək biz özümüzə arxalanmalıyıq, öz millətimizə arxalanmalıyıq və öz millətimizin də kökü İslam üzərində qoyulur. İslam üzərində kökləri Azərbaycan xalqının dini əqidəsi. Nə qədər ki, onu cəmiyyətimizdə biz bərpa eləməmişiksə, onu aşılamamışiksə, bunlar mümkün olan işdir ki, ümid edirik ki, inşallah o gün uzaqdadır ki, çox yaxın bir zamanlarda biz öz şəhadət ruhiyyələrimizlə, öz dinimizlə, imanımızla həzi çox gözəl buyurur ki, Allahu Əkbər səslərin altında öz Qarabağımızı, öz torpaqlarımızı Allahın köməkliyi ilə azad edəcəyik ki, o günü biz uzaqda görürük inşallah. Çox sağ olun. Çok sağ olun. Azərbaycan əskəri, Qarabağımızın Azərbaycan əskəri xilas ediləcəkdir.